Ya Allah, böyle aklımız ne olur. Olma aza Azerbaycan'a gelip çıkacağım hele. Nereye? İlk ama Azerbaycan. Necə bir telegram edeceğim. Güneş çıkır inanmıram, yarım gözləyir məni. Döndərə döndərən dön, yarım gözləyir məni. Yarım gözləyir məni. O, yarım gözləyir məni. Sizə bu əziyyəti verdiyimə göz görürsəniz. Amma oxumalıydım bu mahnı. Bir yerdə duman, o bir yerdə günəş. Məşhur Rayın çayı. Let's go. İndi Fransadayıq. Strasbourg, Strasbourg. Onca aradım durdum. Strasbourg, Strasbourg. Bu şey səni burada buldum. Haha. Zaman Türkan versə. Hə, gəldik çıxdıq. Strasbourg, Strasbourg. Onca aradım durdum. Strasbourg, Strasbourg. Bu şey səni burada buldum. Strasbourg, Strasbourg. Onca aradım durdum. Strasbourg, Strasbourg. Şey səni burada buldum. Ama qayıq dərsinin ortasına gəldik, çıxdıq səni. Uşaqlara bax. Qaya sürülər. Qoruyucu uşağın özündən böyükdür. Yolun gözəlliyinə bax. Heç şübhəsiz indiyə qədər sürdüyüm ən gözəl velosiped yollarından biridir yəni. Halaldır Fransa. Adamlar insan değil. Bunlar maşınlar, maşınlar. Bu nədir abi? Böyle velosiped sürərlər. Bir gündə 140 kilometr. İlk dəfə 140 kilometr sürürəm bir gündə. 130 il keçən dəfə. Ha. Fransızlar sağ olsunlar. Camping Plus elə bir ki 5 ulduzlu oteldir. 60 euro nədir? 60 euro istədi mənə bir dənə Camping Plus'a görə. Lazımdır mənə. İndi gedirəm yenə Rhein çayının üzərindən Alman tərəfə. Orada 30 euroya Camping Plus var. Qardaş, belə də olmaz da. Fransız dedik. Fransız ilan vursun səni dilindən. Nə deyim? Ya Allah, görə aklımız necə olur. Hədəf İtaliya, 2 dəfə Fransada, 2 dəfə Almanyada olmuşam. Belə getsə yoluma aza Azərbaycana gəlib çıxacağım elə. Almanya, Fransa dostluğu. Yalan söylə sizə. Yerimizi tapaq. Deyir, boş yer çoxdur deyir. Harada sən başını qoy ya. Mən gedim buna da təşəkkür edeyim. Sağ olsun, çox kömək elədi. Vielen lieben Dank nochmal. Danke Ihnen. Es ist mein erstes Mal, deswegen habe ich da nicht so viele Erfahrungen. Deswegen. Danke Ihnen. Ich wünsche Ihnen ein schönes Tag. Ja, ja, danke Ihnen. Danke Ihnen. Das werde ich haben. İlk dəfədir kamping edirəm. Keçən dəfə çəlti qurmağa çalışdım, quramadım. İndi Allah kərimdir. Hələ ki günəş buradayken çəlti quraq. Hi. Guten Abend. Wie geht's Ihnen? Ich wollte etwas fragen. Wo darf man Zelt aufbauen? Da vorne. Da vorne? Da vorne, ja. Ja. Da vorne. Vielen lieben Dank. Das wollte ich wissen. Danke Ihnen. Wenn Sie mal heißes Wasser brauchen oder etwas oder einen Kaffee. Vielen lieben Dank. Ja, wann gehen Sie hin? Vielen Fahren lieben Sie Dank. hin noch? Ha? Wohin noch? Turin. Nach Turin. Ja, wenn ich überlebe noch. Sitz aus. Erster Tag. Noch. Sind Sie von Italien? Nee, ich komme aus Aserbaidschan, Okay. aber es ist ein bisschen kompliziert. In Aserbaidschan komme ich, aber seit 5 Jahren lebe ich in Deutschland. Ja. Ich bin Therapeut
Und ich habe mit meiner Patient Wette gemacht Okay. und muss ich diese Wette gewinnen. Super. Super. Ja, hoffe ich. Schön. Danke. Ich wünsche Ihnen einen schönen Abend. Ja, Danke. Wenn Sie Kaffee brauchen, können Sie gerne. Gell? Vielen lieben Dank. Danke. Danke. Mesela Suudiler, Almanlar net deyirlər. Allah bu da sənə gözəl Almanlar. Qonşularım mehriban adamlar oxşuyurlar. İndi görə bu çeldə qura biləcəyik. 2 dəfə zəh göstərmişəm, üstündə də alınmıyor. Atalışdan deyib. Allah. Gələr yurtdasından neymiş də? Atarışdan deyib, qardaş. Murataları səhv çıxardası deyiləm ki, durduq yerdə. Bu kadar kabiliyetsiz insanlara dünyada. O Turin yolunda ikinci gün çadır nəsə qurmuşdu bizə. Hər yerdən külək gəlir ki, içəri. Çadırın, yəni ki, üst çadırı tərsinə qurmuşdum. Ona görə də işə yaramadı, heç kömək eləmədi. İndi bir stəkan qəhvə içib aradan çıxacam, içim içəsin, dondum.